ABC üçbucağında M medianların kəşfə nöqtəsidir, yəni ağırlıq mərkəzidir. D-yə paraleldir AC və K-yin bərabərdir 6 olarsa, BF parçasının uzunluğunu tapın. Və burada fərz edək ki, bir MF parçası X-ə bərabərdir. Onda KF parçasının uzunluğu olacaqdır 6 üstəgəl X. Əgər M ağırlıq mərkəzidirsə, onda M nöqtəsindən keçən BF və CD parçaları, deməli BF və CD parçaları medianlardır. Medianlar da təpə nöqtəsi ilə qarşı tərəfin orta nöqtəsini birləşdirdiyi üçün AD parçası ilə DB parçası bir-birinə bərabərdir. Əgər DY parçası eyni zamanda AC-yə paraleldirsə, onda biz deyə bilərik ki, burada DY orta xəttdir. Çünki orta xətt iki tərəfin orta nöqtəsini birləşdirib qarşı tərəfə paralel çəkilir. Əgər orta xəttdirsə, onda K nöqtəsində BF parçası da iki bərabər parçaya bölünür. Yəni, BK parçasının uzunluğu KF parçasının uzunluğuna bərabər olacaq ki, ona da biz X üstəgəl 6 deyə bilərik. Deməli, BK-ya da X üstəgəl 6 yazmaq olar. Digər tərəfdən M nöqtəsi ağırlıq mərkəzi olduğundan BM-in MF-ə nisbəti 2-nin 1-ədir. BM parçasının uzunluğu da şəkildən görünür ki, X üstəgəl 6 üstəgəl 6, yəni X üstəgəl 12-yə bərabərdir. MF parçasını isə X qeyd etmişik. Bu aldığımız tənasübdən çarpaz vururuq. 2X bərabərdir X üstəgəl 12 və X-in qiyməti olacaqdır 12. Biz BF-i tapmalıydıq. BF bərabərdir 2 vuraq X üstəgəl 6-ya. 2 vuraq 12 üstəgəl 6. 2 vurulsun 18. Cavabımız olacaq 36.